İngiltərədə yaşayan əkiz qardaşlardan biri 18 yaşında avtomobil qəzasına düşür. Aldığı ağır travma nəticəsində o yaddaşını tamamilə itirir. Onun qardaşı çətin bir seçim qarşısında qalır. Uşaqlıqda yaşadıkları dəhşəti əkizinə danışsın, yoxsa sussun? O susmağa qərar verir və yalnız 36 ildən sonra onlar 54 yaşına çatanda həqiqəti qardaşına danışmağa məcbur olur. Özü də kameralar önündə, Netflixin çəkdiyi sənədli filmdə. 36 il gizli saxlanılan həmin dəhşətli sir nədən ibarət idi? Hazır olun, insanın damarlarında qanını donduran bu həyat hekayəsi sizi həm heyrətə gətirəcək, həm də göz yaşlarına boğacaq. ...1982-ci il İngiltərə. 18 yaşlı Alex Lewis 6 həftəlik komadan ayılır. Kimsə ona tərəf qaçaraq əllərini tutur. Alex öz əkiz qardaşını dərhal tanıyır. Komadan ayıldıqdan sonra onun ilk sözü bu olur: "Salam Markus." Həmin gün təkcə Alex üçün deyil, Markus üçün də dünyaya ikinci dəfə gəlmək demək idi. Çünki əgər Alex ölsəydi, Markus üçün yaşamaq çox çətin olacaqdı. 50 yaşlarında bir qadın hönkür-hönkür ağlayaraq özünü Alexin üstünə atır. "Bu kimdir?" deyə Alex qardaşından soruşur. "Bu bizim anamızdır," deyə Markus cavab verir və çaşqınlıqla həkimə baxır. Alexin aldığı kəllə-beyin travması o dərəcədə güclü olmuşdu ki, başına nə gəldiyini, harda olduğunu, hətta öz doğma anasını belə unutmuşdu. Alexin beynində böyük bir boşluq yaranmışdı. Sanki kimsə onun beynində delete düyməsini basaraq yaddaşında olan hər şeyi, hər kəsi silmişdi. Təkcə Markusdan başqa. Alex öz əkiz qardaşını xatırlayırdı. Onun yaddaşı nə vaxtsa qayıdacaqdımı? Bu travma Alexdə başqa ağırlaşmalara gətirib çıxaracaqdımı? Həkimlər bu suallara dəqiq cavab verə bilmirdilər. Alexin gözlərinin önündə ona aydın olmayan dumanlı obrazlar canlanırdı. O fikirlərini cəmləyib həmin obrazları aydın şəkildə görməyə çalışır, amma heç nə alınmırdı. Bu Alexi qorxudurdu. O çarəsizcə qardaşına baxır. Markus Alexin xatırladığı yeganə insan, onu keçmişi ilə əlaqələndirən yeganə bağ idi. Yalnız Markus Alexə özünü yenidən tanımağa, həyatı təzədən hiss eləməyə kömək edə bilərdi. Alex və Markus 1964-cü il yanvarın 31-də John və Jill Lewisin ailəsində dünyaya gəlmişdilər. Əkizlər doğulduqdan 3 həftə sonra Lewis ailəsində faciə baş verir. John həyat yoldaşını və Alexi xəstəxanadan çıxarıb evə aparanda onun avtomobili başqa maşından toqquşur. Markusda infeksiya tapıldığı üçün onu xəstəxanada saxlamışdılar. Jill qabaq oturacaqda əyləşmişdi və Alexi qucağında tutmuşdu. Güclü zərbə avtomobilin ön şəsini dağıdaraq Alexi atası ilə birlikdə bayıra tullayır. Nəticədə John həlak olur. Həkimlər Alexin həyatını xilas eləməyə nail olurlar. Jill isə təhlükəsizlik kəmərini taxdığı üçün ciddi zədə almamışdı. Ərinin ölümündən 7 il sonra Jill ikinci dəfə ərə gedir. O, özündən 20 yaş böyük olan Jack Dudley adlı mühasiblə ailə qurur. Bu nigahdan onların Oliver adlı oğulları və Amanda adlı qızları dünyaya gəlir. Bu, Jack'in 4-cü evliliyi idi. Onun İngiltərənin Sussex vilayətində 19-cu əsrə aid tarixi malikanəsi vardı. Əkizlər həmin evdə anaları, ögey ataları, qardaş və bacıları ilə birlikdə yaşayırdılar. Markus Alexə nə baş verdiyini, niyə xəstəxanaya düşdüyünü danışır. Orta məktəbi yenicə bitirmiş Alex gecə dostunun toyundan evə qayıdırmış. Onun yüksək sürətlə idarə elədiyi motosiklet avtomobillə toqquşur. Nəticədə Alex ağır kəllə-beyin travması alır. Görünür, uşaqkən avtomobil qəzasında başından aldığı zədə də öz rolunu oynayır və nəticədə o tamamilə yaddaşını itirir. Qardaşlar arasında intuitiv əlaqə çox güclü idi. Belə ki, Markus həmin gecə qardaşının başının bəlada olduğunu hiss eləmişdi. Alex qəzaya düşdüyü an Markus sanki bir təkan hiss eləyərək yuxudan ayılır və anasına qardaşının xəstəxanada olduğunu deyir. Bir neçə saatdan sonra xəstəxanadan gələn zəng Markusun doğru söylədiyini təsdiqləyir. Alexi xəstəxanadan anası çıxarır.
Onlar avtomobilə doğru addımlayanda Jill 3 dəfə Alexdən onu xatırlayıb xatırlamadığını soruşur. Alex xatırlamadığını deyir. Görünür qadın heç cürə bundan barışmaq istəmirdi. Oğlunun doğma anasını tanımaması ağlasığmaz idi. Jill Alexi öz avtomobilində evə aparırdı. Alexə isə elə gəlirdi ki, sanki yad bir qadın onu naməlum bir yerə götürür. Bu hisslər onu qorxudurdu. Alexin etibar elədiyi yeganə insan Markus idi. Həmin an qardaşının yanında olmaması onun həyəcanını daha da artırırdı. Nəhayət avtomobil geniş həyətə daxil olaraq böyük bir evin qarşısında dayanır. Evin görünüşü nədənsə Alexi vahiməyə salır. O eyvanda qardaşını görəndə biraz sakitləşir. Alex evə daxil olur. Sanki o uşaqlığını keçirdiyi yerə deyil, yad bir adamın evinə gəlmişdi. Markus qardaşının əlindən tutaraq bir-bir otaqları gəzdirir, nəyin harda yerləşdiyini ona başa salır. Sonra isə ailə üzvləri ilə tanış edir. Alex atalığının soyuq və məsafəli davranışından təəccüblənir. Kişi xəstəxanaya onu ziyarətə belə gəlməmişdi. Markus qardaşını malikanənin həyətində yerləşən əsas evdən ayrı tikilmiş kiçik evə aparır. Bura qardaşların yataq otağı idi. Alexin çarpayısı solda, Markusunki isə sağda yerləşirdi. Həkimlər Alexə onun keçmişi ilə bağlı məlumatları az-az hissə-hissə verməyi məsləhət görmüşdülər. Alex ən elementar şeyləri, bir insanın gündəlik həyatında istifadə elədiyi vərdişləri belə unutmuşdu. Markus qardaşına geyinməyi, ayaqqabısının bağını düyünləməyi, dişlərini fırçalamağı, yemək yerkən çəngəl bıçaqdan istifadə eləməyi, bir sözlə yenidən yaşamağı öyrətməyə başlayır. Yaddaş insanın şəxsiyyətinin əsasını təşkil edən ən vacib amildir. Əgər bir insanın yaddaşı başqa birinin beyninə köçürlərsə, o zaman həmin şəxs artıq başqa insan şuurunu, onun keçmişini daşımış olacaq. Beləliklə də başqa bir şəxsə çevriləcək. Alexi də qorxudan məhz bu idi. Ətrafındakı hər şey ona yad gəlirdi. Onları qəbul eləməklə Alex öz keçmişini, dolayısıyla şəxsiyyətini itirməkdən, başqa bir şəxsə çevrilməkdən qorxurdu. Ertəsi gün bütün ailə səhər yeməyinə əyləşəndə masada dərin bir səssizlik hökm sürürdü. Heç kim danışmırdı. Bu darıxdırıcı sükutu yalnız çəngəl bıçaq səsləri pozurdu. Sonra qardaşlar öz otaqlarına çəkilirlər. Markus Alexə onun həyatı ilə bağlı müəyyən məqamları danışır. Uşaqlığından, məktəb illərindən, dostlarından, velosiped sürməyindən, eləcə də oynadıqları oyunlardan, birlikdə baxdıqları cizgi və bədii filmlərdən bəhs eləyir. Alex qardaşından Jill barədə soruşur. O, ilk növbədə anasının necə bir insan olduğunu bilmək istəyirdi. Markus analarını yüksək səslə danışan, enerjili, zarafatçıl bir qadın kimi təsvir edir. Yemək hazırlayarkən mətbəxdə rəqs eləyən, mahnı oxuyan, qəhqəhələri bütün evi bürüyən, baməzə bir qadın. Sonra Alex qardaşından uşaqkən ailəvi istirahətə gedib-getmədiklərini soruşur. Markus yayda böyük gəmi ilə Fransaya getmələrindən, hər gün dənizdə çimmələrindən, dondurma yemələrindən bəhs eləyir. Alexə həmin anları əks etdirən şəkilləri göstərir. O, həmçinin yeni il bayramında analarının mahnı oxuya-oxuya gözəl süfrə açmasından danışır. Həmin vaxt Alex və Markus həyətdə qartopu oynayar, qar adamı düzəldərdilər. Onların atalığı Jack isə həmişəki kimi çox danışmaz, bütün diqqətini oxuduğu qəzetə yönəldərdi. Alex qardaşına Jackin qəribə olduğunu, ondan qorxduğunu deyir. Zamanla ona alışacaqsan, yetər ki ondan nəzakətli ol, hər şey yaxşı olacaq, deyə Markus qardaşını sakitləşdirir. Jack əkiz qardaşlara soyuq və məsafəli davranardı. Onun bəzi ciddi qaydaları vardı və yalnız Alexlə Markus onlara riayət eləməli idi. Jackin doğma övladları Oliver və Amandaya isə bu qaydalar şamil olunmurdu. O, əkizlərlə qulluqçu kimi davranardı. Jack yeməyini Oliver və Amanda ilə birlikdə yeyərdi. Alex və Markusunsa onlarla birlikdə süfrə arxasında oturmağa ixtiyarları yox idi. Jack otağa girəndə əkizlər mütləq ayağa qalxmalı, ona təzim eləməli, cənab deyə müraciət eləməli idilər. Onlar əsaslı bir səbəb olmadan Jacklə danışa bilməzdilər. Alex və Markusa evin bir çox otaqlarına girmək qadağan idi.
Onlarda evin giriş qapısının açarları belə yox idi. Qardaşlar 14 yaşından etibarən əsas evin yanındakı kiçik tikilidə yaşayırdılar. Amma bura onların xoşuna gəlirdi. Orada əkizlər özlərini sərbəst hiss edirdilər. Markus hər gün qardaşına uşaqlıq illərində yaşadıkları xoşbəxt anlardan bəhs edirdi. Karusellə yellənmələrindən, hovuzda çimmələrindən, at belində gəzmələrindən, valideynləri ilə birlikdə iştirak elədikləri dəbdəbəli ziyafətlərdən və s. Uşaqlıq illəri xoş hadisələrlə dolu, parlaq və xoşbəxt keçmişdi. Qardaşının danışdıqlarını dinlədikcə, sanki Alex həmin illəri yenidən yaşayır, böyüyürdü. Sonra Markus Alex'e onun yeniyetməlik dövründən, motosiklet sürməsindən, görüşdüyü ilk qızdan danışır. Xəstəxanadan çıxdıqdan bir neçə ay sonra Markus qardaşını dostları ilə görüşdürür. Alex özünü narahat hiss edirdi. Belə ki, hər kəs Alex'i tanıyır, qucaqlayırdı. Alex isə onlardan heç birini xatırlaya bilmirdi. Amma bu özünə qayıtmaq yolunda atılmış mühüm bir addım idi. Alex tədricən yeni həyata uyğunlaşmağa başlayır. Fotoaparat demək olar ki, onun əlindən düşməzdi. Alex çoxlu foto şəkillər çəkər, həyatının hər anını kameranın yaddaşına köçürərdi. O, sanki yenə unutmaqdan, xatirələrini təzədən itirməkdən qorxurdu. Alex anasına daha yaxın olmaq, ondan bir evdə yaşamaq, birlikdə yemək yemək istəyirdi. O, evdə hökm sürən ciddi qaydaların tezliklə ləğv olunmasını arzuluyurdu. Amma qadağalar davam edirdi. Vaxt keçir, illər ötür. Uşaqlar böyüdükdən sonra bir-bir evi tərk edir, müstəqil yaşamağa başlayırlar. İndi böyük malikanədə yalnız Jake və Jill qalmışdı. Əkizlər 27 yaşında olanda anaları zəng eləyir və deyir ki, Jake onları görmək istəyir. Jill qardaşlardan evə gəlmələrini xahiş edir. Alex və Markus Jake'in otağına daxil olurlar. Həkimlər Jake'ə mədə-altı vəzinin xərçəngi diaqnozunu qoymuşdular. O, ömrünün son günlərini yaşayırdı. Jake əkizlərə baxır və birdən onun üzündə xəfif bir təbəssüm oyanır. Gözlənilmədən Jake qardaşlardan üzr istəyir. Onlara qarşı soyuq və laqeyd olduğu, bəzən də sərt davrandığı üçün peşman olduğunu dilə gətirir. O, əkizlərdən onu bağışlamalarını xahiş edir. Alex dərhal deyir, mən səni bağışlayıram, mənsə yox, deyə Markus dillənir və otaqdan çıxır. 2 gündən sonra Jake 81 yaşında dünyasını dəyişir. İllər keçir. Atalığının ölümündən sonra Alex'lə anası arasındakı münasibət daha da istiləşir. O, demək olar ki, hər bazar günü anasını ziyarət edirdi. Markus isə malikanəyə çox az hallarda, əsasən bayramlarda gələr, anası ilə məsafəli davranardı. 1995-ci ilin martında avtomobil qəzasından 13 il sonra Alex anasını evdə huşsuz vəziyyətdə tapır. Həkimlər qadının beynində şiş aşkar edirlər. Jill sürətlə əldən düşməyə, qocalmağa başlayır. Bu Alex'ə əzab verirdi. Gözlərinin önündə anası gündən-günə saralıb solur, yavaş-yavaş ölümə doğru addımlayırdı. O, bütün vaxtını ondan keçirir, anası ilə birlikdə olduğu hər anı dəyərləndirməyə çalışırdı. Markus isə ölüm ayağında olan anasını ziyarət eləmirdi. Jake'in ölümündən 5 il sonra Jill 64 yaşında dünyasını dəyişir. O zaman əkizlərin 32 yaşı vardı. Jill'in ölməzdən əvvəl dediyi son sözlər bu olmuşdu. Sizi sevirəm, mənim balalarım. Alex anasının əllərindən tutub hönkür-hönkür ağlayırdı. Markus isə soyuq və laqeyd idi. O, sakitcə anasının son dəfə nəfəs alıb verməsinə baxırdı. Alex və Markus adətən həyatlarında baş verən bütün hadisələrə eyni cür reaksiya verər, eyni emosiyaları göstərərdilər. Bəs niyə görə onların analarının ölümünə olan münasibəti bu qədər fərqli idi? Bu, Alex'i düşündürür, onu narahat edirdi. Analarını dəfn elədikdən sonra qardaşlar malikanədə yığış eləməyə başlayırlar. Bu nəhəng evdə səliqəsizlik, qarmaqarışıqlıq hökm sürürdü. O təkcə lazımsız əşyalarla deyil, həm də dəhşətli sirlərlə dolu idi. Çoxlu sayda zirzibillə yanaşı otaqlarda kifayət qədər qiymətli antik əşyalar vardı. Şüşə bankaların içində isə anaları küllü miqdarda pul gizlətmişdi.
Hamam otağında böyük bir şkaf vardı. Şkaf ağzına kimi seks oyuncaqlarla dolu idi. Əkizlər həmçinin içində çoxlu sayda məktub olan qutu tapırlar. Məktublarda analarının müxtəlif kişilərlə romantik yazışmaları əks olunmuşdu. Bütün bunlar Alexi heyrətə gətirir. Amma Markus yenə də laqeyd və soyuqqanlı idi. Malikanəni zibildən təmizləmək, onu səliqəyə salmaq üçün qardaşlar düz bir il vaxt sərf edirlər. Nəhayət, növbə analarının yataq otağına çatır. Orada yığış eləyərkən əkizlər paltar şkafının içində kiçik bir dolab aşkar edirlər. Dolabın qapısı bağlı idi. Şkafın siyirmələrindən birində qardaşlar kiçik bir açar tapırlar və onunla dolabı açırlar. Onun içində bir fotoşəkil vardı. Orada 10 yaşlı Alex və Markus tamamilə çılpaq vəziyyətdə əks olunmuşdu. Fotonun yuxarı hissəsi isə qoparılmışdı. Bu cür qəribə foto anamızın nəyinə lazım idi, deyə Alex çaşqınlıqla qardaşından soruşur. Markus heç bir cavab vermir. Alex yaddaşını itirəndə Markus çox çətin bir seçim qarşısında qalmışdı. Ona uşaqlıq illəri barədə həqiqəti danışsın, yoxsa sussun. Həqiqət çox dəhşətli idi və illərdir Markusa əzab verirdi. O, həqiqəti qardaşından gizlətməyə, onu travmadan qorumağa qərar verir. Markus Alex üçün saxta xatirələr uydurmağa başlayır. Heç vaxt yaşanmamış xoşbəxt günlər haqqında yalanlar. Məsələn, əkizlər heç vaxt Fransaya getməmişdilər. Jack bütün tətillərə Jilli və doğma övladlarına aparardı. Əkizlərin uşaqkən dənizdə olan şəkilləri isə İngiltərədə, dostları ilə çimərliyə gedəndə çəkilmişdi. Onlar heç vaxt ailələri ilə birlikdə qonaqlıqda olmamışdılar. Valideynləri qardaşları evdə qoyar, ziyafətlərə digər övladları ilə gedərdilər. Ağrılı-acılı uşaqlıq xatirələrini xoşbəxt ailə tablosu ilə əvəz eləməklə Markus özünü də bu şirin yalana inandırmağa, illərdir ürəyində daşıdığı ağır yükdən xilas olmağa can atırdı. Alex düşünürdü ki, ola bilsin atalığı həmişə belə soyuq olmayıb, bəlkə də uşaqlıqda onlara qarşı mehriban olub. Amma o yanılırdı. Və ən başlıcası ailədəki əsas bəla Jack deyildi. Əkizlərin həyatını məhv eləyən, uşaqlıqda onlara cəhənnəmi yaşadan doğma anaları idi. Jill, Alex və Markusu 8 yaşından düz 14 yaşına kimi cinsi zorakılığa məruz qoymuşdu. Jack heç vaxt bu iyrənc işlərdə iştirak eləməmişdi. O, hətta arvadının bu murdar əməllərindən xəbərsizdi. Bəlkə də xəbəri olsaydı ona mane olardı. Jack həyat yoldaşı haqda çox şeyi bilmirdi. Alexin yanında Markus həmişə obraza girər, nifrət elədiyi anasını qucaqlayar, sevgi dolu ananın oğlu rolunu oynamağa çalışardı. Bayram günləri qardaşlar malikanəyə gələndə Jill əkizləri bağrına basardı. Həmin anlarda Markus düşünərdi. Axı bu qadın indi bizi necə qucaqlayıb öpə bilir? Hansı üzdən? Alex anasını ad günü münasibəti ilə təbrik eləyər, ona hədiyyələr verərdi. Sonra isə ana-bala birlikdə torfun üzərindəki şamları üfürər, deyib gülər, mahnı oxuyardılar. Markus da kənarda oturub onları müşahidə eləyərdi. Həmin vaxt o, bir anlıq da olsa uşaqlıqda yaşadığı dəhşəti unudardı. Sanki heç nə olmamışdı. Sanki onlar doğrudan da xoşbəxt bir ailə olmuşdular. Jill öləndə Markus özündə bir yüngüllük, rahatlıq hiss eləmişdi. Sanki onun çiyinlərindən ağır bir yük götürülmüşdü. Markus anası ilə birlikdə öz keçmişini də torpağa bastırmağa, acı xatirələri unutmağa qərar verir. Amma dolabın içindən tapılmış foto hər şeyi alt-üst eləyir. Gördüyü şəkildən şoka düşən Alex şübhələnməyə başlayır. O hiss eləyirdi ki, bu evdə dəhşətli şeylər baş verib. Bizə təcavüz eləyirdilər, deyə qəfildən Alex soruşur. Markus cavab vermir. Sadəcə qardaşına baxaraq başını tərpədir. Sonra isə o, Alexi qucaqlayaraq titrək səslə deyir. Anamız bizə təcavüz eləyirdi. Qardaşlar hönkür-hönkür ağlayırlar. Alex qardaşından daha ətraflı danışmağı xahiş eləyir. Bizi zorlayırdılar, başa düşmürsən? Deyə Markus kobud şəkildə cavab verir. O, bu haqda bir də danışmaq istəmirdi. Alexə elə gəlirdi ki, sanki 32 yaşında hər şeyi sıfırdan başlayır. O, hər şeyi öyrənmək, anasının əslində kim olduğunu bilmək istəyirdi.
Alex anasına yazılmış sevgi məktublarını bir-bir oxumağa başlayır. Qadının cinsi həvəsi həddindən artıq güclü idi. Jill çoxlu sayda kişilərlə münasibətdə olmuşdu. O, ciddi və konservativ ailədə böyümüşdü. Daha böyük yaşlarda Jill həddən artıq seksuallaşır və öz vəhşi cinsi iştahının qurbanına çevrilir. O, müxtəlif iş işlət məclislərində iştirak eləməyə başlayır. Seks partnyorlarının dəyişdirildiyi, çirkin seksual fantaziyaların həyata keçirildiyi həmin yığıncaqlarda Jill çox məşhur idi. O, öz çılğınlığı, cazibəsi ilə kişiləri ofsunluyurdu. Jillin çoxsaylı məşuqları arasında aristokratlar, yüksək rütbəli hərbiçilər, məmurlar, hətta İngiltərənin tanınmış insanları da vardı. Alex oxuduqlarından heyrətə gəlmişdi. O, 32 yaşına kimi Jilli qayğıkeş ana kimi tanımışdı. Alex anasının əslində yolunu azmış bir pozğun olduğunu təsəvvürünə belə gətirməzdi. O, anasının onlarla nə etdiyini öyrənmək istəyirdi. Alex qardaşına yalvarırdı ki, həqiqəti ona danışsın. Lakin Markus Alexin yaralanmasını istəmədiyi üçün susurdu. Bir ana öz canından, qanından olan övladlarına nə pislik edə bilərdi? Yəni həqiqət bu dərəcədə Markusu susmağa məcbur eləyəcək qədər dəhşətli idi. Axı nə baş vermişdi, nə? Bütün bu suallar Alexin beynini didib parçalayır, onu dəli eləyirdi. Həqiqət nə qədər acı olursa olsun, onu bilməyə mənim haqqım var, deyə Alex düşünürdü. O, Markusun susqunluğunu bir xəyanət kimi qəbul eləyirdi. Qardaşlar arasında yaranan fikir ayrılığı onların münasibətinin soyunmasına gətirib çıxarır. Artıq onlar demək olar ki, bir-birləri ilə əlaqə saxlamırdılar. Alex ciddi psixoloji sarsıntı keçirirdi. O, özünü yenidən keçmişini itirmiş kimi hiss eləyirdi. Onu bu ağır depressiyadan sevdiyi qadın, gələcək həyat yoldaşı çıxarır. Bu evlilikdən onun 2 övladı dünyaya gəlir. Markus da evlənir, onun da 2 övladı olur. İllər sonra Markus Alexə zəng eləyir və onlar yenidən görüşməyə başlayırlar. Qardaşlar arasındakı buzlar əriyir. Onların həyat yoldaşları və uşaqları bir-biri ilə dostlaşırlar. Valideynlərindən qalan böyük miras sayəsində əkizlər otel biznesi ilə məşğul olmağa başlayırlar. Alex və Markus vaxtlarının çoxunu bir yerdə keçirir, daha ailə sirləri barədə danışmırdılar. Uşaqlıq xatirələri dözülməz idi. Bu cür mənəvi yüklə yaşamaq Markus üçün çox çətin idi. O, uşaqlıq travmasını heç olmasa bir günlüyünə də olsa unutmağı arzulayırdı. Onun bütün ruhu yaralar içində idi. Markusa ən çox əzab verənsə xəcalət hissi idi. Bəlkə də Markus haqsız idi, qardaşından həqiqəti gizlətməməli idi. Amma o hesab edirdi ki, Alexin yaddaşını itirməsi taleyin ona bir hədiyyəsidir. Markus bu dünyada ona ən əziz, ən doğma olan insanı bu hədiyyədən məhrum eləmək istəmirdi. Təcavüz hekayəsini Alexin yaddaşından silməklə Markus sanki özü də bu yükdən azad olurdu. Alex 20 il idi ki axtarırdı. Markus isə 20 il idi ki gizlədirdi. Biri xatırlamaq, digəri isə unutmaq istəyirdi. İndi Markus peşman olmuşdu. Alex dolabın içindəki şəkli görəndə gərək ona həqiqəti danışaydı. Daha 20 il onu intizarda qoymazdı. Əkizini fikirlər burulğanında tək buraxmazdı. 54 yaşına çatanda qardaşlar yenidən uşaqlıq illəri, anaları, cinsi zorakılıq haqda danışmağa qərar verirlər. Markus məruz qaldıqları təcavüz hadisəsini ilk dəfə 2018-ci ildə sənədli filmin çəkilişləri zamanı açıqlayır. Xatirələr o qədər ağrılı idi ki, hər kəlməni dilə gətirmək Markus üçün bir işgəncə idi. O anlayır ki, uşaqlıqda yaşadıqları cəhənnəmi qardaşının gözlərinin içinə baxaraq danışa bilməyəcək. Bu, Markus üçün qardaşına bir-birinin ardınca ölümcül yaralar vurmaq kimi bir şey idi. O, Alexə bir video yazı təqdim edir. Həmin videoda Markus 36 ildir gizli saxladığı sirri bütün detallarına qədər danışmışdı. Sən hazırsan, deyə o qardaşından soruşur və hə cavabını eşitdikdən sonra otaqdan çıxır. Mən indiyə kimi bu barədə heç kimə danışmamışam. Mən hətta özümlə tək qalanda belə bunu dilimə getirmirəm. Təcavüz təxminən 8 yaşımız olanda başladı. Bəlkə də daha əvvəl. Xatırlayıram ki, anamız bizi öz otağına aparar və yatağına uzadardı. O bizi bir-birimizə toxunmağa məcbur eləyər, sonra da özü bizə toxunardı. Daha sonra o bizi çoxsaylı məşuqlarını verməyə başladı. Bir yerdə deyil, tək-tək.
O məşuqu ilə yeyib içdikdən sonra ikimizdən birini orada qoyar, özü isə çıxıb gedərdi. O getdikdən sonra təcavüz başlayırdı. Saatlarla davam edən təcavüz. Bəzən sərt və qəddarcasına, bəzən də adamın ürəyini bulandıran nəvazişlə. Hətta bir neçə dəfə anamız özü bu iyrənc oyunda iştirak eləmişdi. Səhərsə gəlib səssizcə bizi götürərdi və yol boyu heç nə danışmazdı. Bəzən gecə çarpayıya uzananda sənin yatağını boş görərdim. O zaman başa düşürdüm ki, sən başqa yerdəsən və bir Allah bilir nə zülmlər keçirirsən. Axı bizim cəmi 8 yaşımız vardı. 8 yaşımız. Bu işgəncələr mütəmadi olaraq baş verirdi. Biz bununla böyümüşük. Ay ana, ay murdar qadın, axı sən bunu bizə, öz övladlarına necə rəva gördün? Amma o öldü və təəssüf ki, cəzasız qaldı. Heyf ki, sağlığında bütün bunları ona deyə bilmədim. İndi buna görə çox peşmanam. Evə getdikdən sonra Markus qardaşına daha ətraflı danışır. 12 yaşları olanda əkizlərə bir məclisdə qonaqlara içki və qəlyanaltılar paylamaq tapşırılır. Həmin gecə Markus ona təcavüz eləyən kişi ilə qarşılaşır. Mən qonaq otağında onu gördüm. Məndən dəhşətli şeylər eləyən adamı. O gözəl qadınların əhatəsində dayanmışdı. Deyib gülürdü. Əynindəki geyimi, duruşu, davranışı ilə əsl centilmen təsiri bağışlayırdı. Amma mənim gözümdə o sadəcə murdar, iyrənc bir məxluq idi. Mən ona içki verməli oldum və o mənə baxdı. O dərəcədə qorxdum ki, şalvarımı islatdım. Zalın ortasında, hər kəsin gözü qarşısında, indinin özündə də mən onu otağımın küncündə, pəncərənin yanında görürəm. Təcavüz sonuncu dəfə əkizlər 14 yaşlarında olanda baş verir. Anası Markusu Londonda yaşayan tanınmış rəssamın evinə aparır. Qadın ondan yeyib içir, sonra isə adəti üzrə Markusu orada qoyub evə qayıdır. Beləliklə oğlunu kişinin ixtiyarına verir. Bunun müqabilində o nə isə alırdı, ona pul verirdilər. Markus bu barədə heç nə bilmir. Kişi onu rəsm əsərləri ilə bəzədilmiş yataq otağına aparır. Amma bu dəfə Markus bütün cəsarətini toplayaraq rəssama deyir ki, bunu istəmir və onun evindən qaçır. O qatara minərək evə qayıdır və pəncərədən qardaşı ilə birlikdə yatdıqları otağa soxulur. Jill səhər oğlunu süfrə arxasında görəndə təəccüblənir, amma heç bir söz demir. Bundan da qardaşlara qarşı təcavüz bitir. Baş verənlər heç kimlə müzakirə olunmur. Hətta əkizlər öz aralarında belə bu barədə heç vaxt danışmırlar. Hər şey beləcə bitir, sakit və səssizcə. Markus belə hesab edir ki, atalığı çox sərt biri olmasaydı, onlar analarının əməlləri barədə ona danışar, ondan kömək istəyərdilər. Qardaşlar sonradan öyrənirlər ki, onlar doğulanda kimsə Johna, əkizlərin doğma atasına, arvadının ona xəyanət elədiyini, bəlkə də uşaqların ondan olmadığını deyilmiş. Bu sözlərdən şoka düşən John ailəsini doğum evindən çıxarıb evə aparanda qəza törətmiş və həlak olmuşdu. O öldükdən sonra Jill əkizləri uşaq evinə vermişdi. Yalnız bir ildən sonra qadın qohumlarının təkidi ilə uşaqları geri götürmüşdü. Analıq hissi Jillə yad idi. O evdə oturmaq, uşaqlara baxmaq istəmirdi. Jill kişilərlə gəzmək, əylənmək, bitmək, tükənmək bilməyən seksual fantaziyalarını həyata keçirmək istəyirdi. O heç bir sərhəd tanımırdı. BBC dəfələrlə Jilldən uşaqları ona verməsini xahiş eləmişdi, lakin Jill razılaşmamışdı. İndinin özündə də Alexi bir sual düşündürür. Hansı daha yaxşıdır? Həqiqəti bilmədən xoşbəxt yaşamaq, yoxsa acı da olsa gerçəyi bilmək? Yaddaşını itirməsi taleyin ona bəxş elədiyi hədiyyə idi, yoxsa bir cəza? Görünür elə hər ikisi idi. Həm o, həm də bu. Həm cənnət, həm də cəhənnəm.